Salam dostlar, İsmailli səfərimizdən sonra yolumuzu bu dəfə Qəbələyə saldıq və mən baxıram ki, Qəbələ vlogumu sizinlə bölüşməmişəm. Qəbələ təbiəti, dağları, meşələri və sərin havası ilə insanı özünə çəkən yerlərdəndir. Bura gələndə şəhərin səs-küyündən biraz uzaqlaşıb təbiətin içində nəfəs almaq tamamilə insanda başqa hisslər yaradır. Qarşımızda isə Azərbaycanın ən gözəl təbiət güşələrindən biri olan 7 Gözəl şəlaləsi dayanır. 7 Gözəl şəlaləsi isə adından da göründüyü kimi bir neçə mərhələdən ibarət olan çox maraqlı təbiət möcüzəsidir. Şəlaləyə doğru qalxdıqca meşənin içindəki sərinlik, axan suyun səsi və dağ havası insana ayrı bir rahatlıq verir. Xüsusilə də yay aylarında belə sərin və gözəl bir məkanda olmaq çox xoşdur. Bəzən istirahət üçün uzaq ölkələrə getməyə ehtiyac olmur. Azərbaycanın özündə də elə belə yerlər var ki, bir dəfə gedəndən sonra yenidən qayıtmaq istəyirsən. Düzdür, mənim siyahımda bir neçə yerlər var, çəkməyəcəm, ayrı seçkilik etmiş kimi olmayım. İsmaillidən Qəbələyə uzanan bu səfər də bizim üçün məhz belə oldu. Yol boyu gördüyümüz mənzərələr, dağlar, yaşıllıqlar və təbiətin sakitliyi səfərin özünü belə xüsusi etdi bizim üçün. Artıq yay da yavaş-yavaş başa çatmaq üzrədir. Və siz bu yayı necə keçirdiniz? Azərbaycanda belə gözəl yerləri gəzdiniz, yoxsa istirahət üçün xaricə getdiniz? Ən çox bəyəndiyiniz yay səyahətinizi şərhlərdə bizimlə də paylaşın. Bəlkə də növbəti səfərimiz üçün yeni bir ünvanı sizdən öyrəndik. Sağ olun, növbəti vloglarda görüşənədək tezliklə sizinlə yeni videoları paylaşmağa cəhd edəcəm. Arada tənbəlli 7 videoları, gec-gec vlogları gec-gec paylaşıram. Yenə də görüşmək ümidi ilə sizinlə sağollaşıram.